Azərbaycan Universiteti insanı həm belə kütləşdirir, həm də zehni cəhətdən kütləşdirir. Zehni cəhətdən necə kütləşdirir? Sən universitetə daxil olursan, bir gəncsən də ki, beynin fışqıran vaxtlarda 15 yaşına girmişəm, 17 yaşında deyək ki. Sən beyninin deyək ki, 3 beynin var şərti olaraq götürsək və beyninin intellektual hissəsi də 2 yerə bölünür. Sağ tərəf, sol tərəf. Hərəsinin öz funksiyası var. Biri məntiqə baxır, o birisi emosiyalara, rənglərə və s. Sən universitetə girən kimi müəllim sənin beyninin sol tərəfinə fokuslaşır. Məntiq, oturursan ancaq yazırsan. 20 dəqiqə jurnal yoxlayacaq filan kəs müəllim. O deyəcək sən sakit ol, sən sakit ol. Sonra indi bu Mirzə kimi oxuyacaq, bu oxuyacaq, mən Mirzə kimi yazacağam. Onun oxuduğunu da bəlkə 280 dəfə oxuyub. Niyə oxuyursan? Mən xarici ölkənin dövlət hüququ tarixi, bizdə İlbən müəllim var. Oxuyur. Nəyimə lazım qardaş, sən oxuduğun bu Hindistanda belə oldu. Onsuz da mənim fikrim səndə ola bilməz. Mənim beynimin sağ tərəfi mənə etiraz edir. Necə etiraz edir? Başlayır XY oynamağa. Başlayır fiqurlar çəkməyə. Rəng istəyir də. Başlayır bir mövzunu qaralamağa. Çorta gedirsən öcü. İndi və bir dəfə, 2 dəfə, 3 yerdə beyin inqilab edir sənə qarşı. Görür inqilabın nəticəsi yoxdur. Beyin artıq getcə çökür. Sənin beyninin sağ tərəfi çökür. Nədir indi orada filan kəs müəllim, Elbən müəllim deyək ki, elə əzbəri oturub orada danışacaq, 50 dəqiqə jurnal yoxlayacaq. Nə mənası var? Mənim 80 dəqiqəm. Özü də günün səhəri, yəni enerjik vaxt. Sonra instinktlərimiz ölür. Deyək ki, mən nəsə zarafat etmək istəyirəm, ya nəsə bir fikir irəli sürmək istəyirəm, məni universitet əzbərçiliyə yönləndirir. Emosional zəkam məhv olub gedir. Mənim bütün qorxu, stresimlə oynaya bilmirəm. Mən ümid edərdim ki, həyatda qorxu mənə qıraqdan gəlsin, pul qazanmaq qorxusu. Mən o qorxu ilə bir tərəf baş edim. Bir də var ki, müəllimdən qiymət almaq qorxusu. Təsəvvür etsən, mən zasunumda qiymət yazdırmadım. Maxırlıq da əsəbləşdim. Qiymət yazdırmadım. Mən zasunum bu boş deyil, təsəvvür etsən. Və o, yəni həm beynin intellektual olaraq sağ tərəfi məhv olur gedir, həm əsas gücün olan instinktlərin, qara gücün məhv olur gedir, həm emosional zəkan korlanır. Hələ burada nəzərə alsaq ki, universitetin kənarı bütün dönərxanalardır, beynin yedirmə yeməklərlə dolu.